Hər kəs eyni dərəcədə hörmətə layiq sayılır, uşaqlara belə kiçik yaşdan öyrədilir ki, sən heç kimdən üstün deyilsən, amma heç kim də səndən üstün deyil. İsveç dünyanın ən az korrupsiya olan ölkələrindən biridir. Burada şəffaflıq və etimad o qədər güclüdür ki, bir çox dövlət idarəsində sənədləri və ya kassaları belə insanın öz vicdanına buraxırlar. İnsanlar burada bu etimadı heç vaxt sui-istifadə etmir. Çünki cəmiyyətin təməli güvəndir. Yaşam standartı son dərəcə yüksəkdir. Əhalinin böyük hissəsi 4-5 gün işləyir, qalan vaxtlarını ailə, dostlar və təbiətlə keçirir. Fika adlı ənənəvi fasilələri var. Günün istənilən anında işini dayandırıb dostlarınla qəhvə içmək və söhbət etmək üçün ayrılan vaxt. Bu İsveç həyat fəlsəfəsinin simvoludur. İş üçün